Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Arzu xanım Həsənova şəxsi həyatı ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib. Xəbər belədir ki, sənətçi canlı efirdə bildirib ki, hazırda 7 aylıq hamilədir və tezliklə ana olacaq. O, eyni zamanda dünyaya gələcək körpəsinin atası ilə bir neçə gün əvvəl rəsmi nikaha daxil olduğunu da açıqlayıb. Arzu xanım sevincini bölüşərək qeyd edib ki, bu xəbər onun həyatında yeni mərhələnin başlanğıcıdır. Ana olmaq mənim ən böyük arzum idi. Onun sözlərinə görə qarşıdakı aylarda əsas diqqəti ailəsinə yönəldəcək, lakin sənətdən də tamamilə uzaqlaşmağı düşünmür.